haqq nədir? Filan kişinin haqqı var sənin boyunda. Allahın haqqı nəyə yəni? Haqq nə deməkdir? Nədir haqq? İlk öncə götürülür nə? O sözün lüğəti mənası. Haqq sözü, yəni uyğunluq. Necə uyğunluq? Misal verirlər ki, onun bəzi yerlər deyirlər, o qapının qoyursan, məsələn, ramkasına. Qapı keçir o dəmir. O nə deyirlər? O müxtəlif məntəqə müxtəlif adlar deyirlər. Məsələn, bəzi məntəqə o deyirlər petlə. O ki, vursan, bir gözün vursan qapıya, bir gözün vursan o ramkaya, düzdür, arkaya. Qapı oturur o onun üzərində. O deyirlər haqq. Möhkəmlik mənasında. Yerində oturması mənasında. Sonra bəzi məntəqələrdə deyirlər həngəmə. O dəmirə. Nə deyirlər? Sizdə qeydlər sonra. Məsələn, hətta bəzi hallarda ayaqqabının rəzə, petlə, bəzi, bəli, həm məsələtlərdir. Mümkün bir rütçə olsun. Hər bir halda o həm o əşya. Haqqın leksik mənası odur. Yəni qapının yerini möhkəm saxlayan nədir? O deyirlər möhkəm saxlayan. Hətta bəzi hallarda ayaqqabının şey olur dabanı. O şey məsələn daban var ayaqqabılarda, xüsusən qadınlarda. O deyirlər. Niyə? O adamı dik saxlayır. O adamı ayaq üstə saxlayır. Ayaq üstə saxlayan hər bir şey haqq deməkdir. Niyə? Çünki onu axşamaqlıqdan, axıntıdan, büdümədən qoruyur. Sonra onu ayaq üstə saxlayır, dik saxlayır. Haqq sözü hər bir yerdə istifadə olunur, hər bir şeyə aiddir. İsbat mənasında, sabitlik mənasında, vücud mənasında, onu ayaq üstə saxlayan, dik qalan mənasındadır. Bu lüğətdə, haqq nə olur lüğətdə? Haqq lüğətdə yəni ki, bir deyək, dik saxlayan, uyğunun mənasında. Fiqh lüğətində, daha sonra istilahında, terminologiyasında haqqın mənası bir növ nüfuzdur. Bir növ səltənədir. Səltənə yəni ki, ağalıqdır. Bir növ gücdür. O deyirlər nə? Fiqhin terminologiyasında haqqın mənası. Şəxs və bir şəxslə qarşı tərəfin arasında olan nüfuz, arasında olan güc və ağalıq. Bəzi hallarda bu haqq fiqhdə deməli mülk müqabilində, hər hansı bir şey müqabilində olan tərəf deyək, nüfuz. Yəni bu şeyin malı sənindir. Sən bu şeyin bu nüfuza maliksən. O da haqq. Və bu şey səndədir. Sən gücə maliksən. Sən ağalığa maliksən. Təbii ki, əgər haqq sənindirsə, mal həqiqətən sənindirsə, sən burada söz sahibisən. Hər bir halda haqq bir növ güc qərar verməlikdir ki, nüfuz qərar verməlidir ki, insan və tərəf barəsində istifadə olunur. Haqq nisbi işlərdəndir. Nisbi yəni ki, həmişə sən haqlı deyilsən. Mümkün bəzən o haqsızdır. O da nisbi. Nisbi yəni ki, 50-50-də. Nisbi işlərdəndir və bu da iki növdür. Haqq sahibi haqq, deyək ki, mütəəlliq haqq. Mütəəlliq yəni ki, kimə düşür? Məsələn, deyirlər ki, bu xumus, bu fitrə kimə təəlluq edir, kimə əlaqəlidir, kimə düşür? Məsələn, sosiallardan düşür, hamiyə yox. Kimə düşür? O da təəlluq, əlaqələnməsi, malik olduğu, təkərləm, haqq nisbi məsələdir. Mümkün sən həmişə haqqı olmayasan, bəzən haqqı olasan, mümkün müəyyən şey sənin haqqın olmasın, bəzən sənin haqqın olsun, bəzən hallarda iki hissəyə bölünür. Haqq sahibi, bir də malik olduğu. Haqq sahibi tərəfindən
haqq özü iki hissəyə bölünür. Haqqullah, haqqunnas. Allah haqqı, bəndə haqqı. Digər tərəfdən haqq tərəfə, sənə yox, tərəfə aid olması baxımından haqq neçə hissəyə bölünür? Haqq aiddir malın özünə. Məsələn üçün girov. Bu malın özüdür. Şəxsin özüdür. İkinci, haqq aiddir mənfəətə. Məsələn üçün vermirsən icariyə mülküvi, ona sən mal gəlir. O gələn sənin şəxsi malındır. Şəxsi haqqındır. Üçüncü, haqq aiddir yalnız insanın özünə. Məsələn qisas. Özün bilərsən, bağışla bağışlama. Dördüncü, haqq aiddir insana və mal bir növ onun şəxsi mal olacaq. Bir də əşyanın özü. Bir var ki, vardır, gələn gəlir. Bir var ki, malın özü. Məsələn, əkinçilik, bağ, bostan. Beşinci, haqq aiddir. Haqq deməli aiddir nə mala, nə insana. Mala aid deyil, insanın özünə aid deyil. Onun bir orada insana hüququ var. Məsələn, hər hansı bir ticari işlərdə, şirkətdə oxumuşuq biz, oradalar xiyar fəsx. Yəni, alveri pozma hüququ. Şərki məsələlərdə insan öz haqqı. Tək deyil və mal da ona aid deyil. İnsan öz haqqı var, mal adəti yoxdur, şəxsi öz adəti yoxdur. İki tərəfli məsələlərdə haqq sahibi olmaqlıq, məsələn, alveri pozmaqlıq. Haqq başqa cəhətdən burada yoxdur. Başqa cəhətdən burada yoxdur. Mən öz əlavə qeydim vardı. Mən o tapdım ki, mən harasa qeydləmişəm. Tapdım öz dəftərimdə. Çoxdan dəftər edim. Yaxşı məlumat var deyəm, yazdım. Haqq üç hissəyə bölünəcək. Cani, mali, mənəvi. Haqq bölünür üç hissəyə. Birinci can baxımındandır. Yəni, kiməsə zərər verməklik, sındırmaqlıq, əzməklik, bədənin qızartmaq, qaraltmaq, göyərtmək, bu can baxımından kiminsə sənin boyunda haqqı var. İkinci haqqın ikinci mənası mal baxımındandır. Yəni, sən alqı-satqıda aldatmalı deyilsən. Mal baxımından da kiminsə haqqı sənin boyunda qalmalı deyil. Üçüncü haqq var, mənəvidir. Mənəvi də iki hissəyə bölünür. Biri ruhu baxımından, biri abır-həya baxımından. Yəni, sən kiminsə ruhiyyəsi mənfi təsir eləyərsən. Məsələn, incitmək kimi, söz kimi, hər hansı məsələn bir baxış kimi və ya da abrın tökəsən, bunlar hər ikisi, yəni həm ruhu baxımından, həm onun abrın tökmə baxımından hər ikisi mənəvi haqqa aiddir və hər ikisinin də hər iki dünyada var əzabı. Həm o, kiməsə sən ruhu ziyan vurasan, kiməsə sən abrın aparasan, abr cəhətdən ziyan vurasan, bunun hər ikisi haqqı var sənin boyunda. Hər iki dünyada insanın neyi var? Əzabı var. Bu da bir məlumat, bunlar qeyd etməyə dəyər. Aydındır ki, ixtiyar və hakimlik malikiyyət məsələlərində qərar verilmişdir ki, bir növ o da haqqdır və onun sahibi ixtiyar və malın pozsun. Ki, belə dedik biz alvə məsələsində, insan daha doğrusu çərişli mal məsələsində. Deməli, Allah Teala bütün dünyanın varlığıdır, o cümlədən insanın varlığıdır və bütün məsələlərə hamısı ona aiddir. İnsan özü də Allaha aiddir. Demək olar ki, biz haqqı ümumi mənada tərif eləsək, o ki, şari, yəni ki, demişəm, şəriət sahibi, Allah. Nə ki, Allah Teala qanun təyin etmişdir, isə mülkiyyət baxımından, isə şəxsi hüququ baxımından hər biri aiddir nəyə? Haqqa. Bu da haqq barəsi olan məlumat.